Salam, hər vaxtınız xeyirli olsun. Bu gün sizlər üçün şaftalıda super bir reseptimiz var. Şaftalı marinovadı hazırlayacağıq. Şirin və tuşməzə qeyri-adi bir ləzzət ortaya çıxacaq. Eyni bu marinovaddan helva da hazırlamışıq, alça da hazırlamışıq. İkisi də daş kimi olmalıdır meyvələr, hamısı demək olar bu marinovadla hazırlananların. Qışda, yəni bunu yeyəndə çox sağ ol yazacaqsınız. Doğrudan da əla bir şeydir, hər il bizim evdə hazırlanır. Bu resepti sizlərə təqdim etmək istəyirəm. Necə hazırlanır? Buyurun, bir yerdə baxaq. Bir də videolarımızı sevsinizsə bəyənməyi unutmayın. Keçək reseptə. 2 kiloluq bankalara əlavə eləmişik şaftalını. Şaftalı çox bərkdir. Əgər bərk olmasa, istədiyimiz kimi alınmayacaq. Yəni dişə batmasın. Bərk olmalı, amma dadı da öz yerində olmalı. Burada varımızdır, üzüm sirkəsidir, 4%lik. Lazımdır hər banka yarım stəkan. Lazımdır hər banka yarım stəkan şəkər tozu. Hər banka 1 xörək qaşığı xörək duzu və giləmərzə lazımdır. Dostlar, çoxlu soruşsuz giləmərzə nədir? Buradan yaxından sizlərə göstərim. Giləmərzə bazarlarda, satışlarda var. İstəsəz əgər tapa bilərsiniz, daha doğrusu olsa satışlarda çox yerdə var. Və bəzi ədviyyat firmalarında satılmış olur. Maraqlanmağınız bəs eləyər. Əgər yoxdursa, nane qurusundan istifadə edə bilərsiniz. Aromasına görə biraz da qara dənəvər istiot lazım olacaq bizə. Şaftalıya çox yaraşır. Biz ərzaları əlavə edirik şaftalının içinə. Özümüz sizlərə xrustal stəkanını göstərdik ki, sizlər üçün də hazırlanması asan olsun. Çünki bilirik ki, bu stəkana demək olar ki, Azərbaycan xalqının 90% evlərində var. Bu prosesi eləyəndən sonra dostlar, deməli elektrik çaydandan üzərinə qaynar suyu əlavə edirik. Çalışın çox qaynar olsun, yəni sönən kimi üstünə əlavə edin. Bir də burada su qaynatmışıq, içinə də bir dəsmal qoymuşuq ki, altı partlamasın. Dostlar, görürsünüz, çaynikin hələ də səsi gəlir, yəni indi bu dəqiqə qaynayıb. İkincinin də üzərinə qaynar su əlavə edirik. Qoyuruq bunda 3 dəqiqə pişməyə. Bu birisi bankada 3 dəqiqə qaynayandan sonra sudan çıxardırıq. Bunu da qapağını yaxşı sıxırıq. Bu qədər hazırlayan hər kəsə nuş olsun. İnşallah növbəti videolarımızda görüşənə qədər dadına şübhəviz olmasın, hazırlamağa dəyən bir reseptdir.